Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 250-300 metr məsafətə gözəl, təmirli, şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev. 8-9 kürsüdə inşa olunub, 3 sotun içində inşa olunub. Ev 13-in 12-yə evdir. Evi həqiqətən ev sahibi özünə şəxsi inşa elətdirdiyi üçün ən yüksək keyfiyyətli materiallardan, bahalı materiallardan istifadə edib. Bu nəzərinizə çatdırırım ki, yəni burada nəyisə burada əskik eləməyib. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Rahat həyətinə 4 maşın daxil olan həyəti var. Evin hər tərəfinə keçmək mümkündür. Fundamenti 60-ın 80-a vırıb, yəni bunu nəzərinizə çatdırım. Kəmərin atıb, arxasında belə boş yeri var. Hətta ətrafına belə keçmək lazımdır. Keçmək olur. Bax, pəncərələrdə görürsünüz, hamısı açıq, tam havalanmaya uyğun. Pəncərələrində tam rahat evin içinə işıq düşür. Belə də həyəti yenə bir də ətraflı çəkirəm. Yəni, bu ev sahibi deyir ki, yəni bu evi alan olsa, yəni hər bir, yəni 7, 8, 9 bala qədər dözümlüyü var yəni bu evin. Yəni ona elə bir fundament, kəmərlər, elə bir keyfiyyətli materiallardan tikinti inşa edib ki, yəni deyir, mümkün olası bir şeydir ki, 8-9 bala qədər yəni dözümü var. Gördüyünüz kimi, ev haqqında çölü ilə, həyəti ilə tanış olduq. Keçən evin içinin, razmeylərin ölçüləri ilə tanış olaq. Buradan qalxırıq yuxarı. 9-da kürsüdə inşa olunub. O evdə yenə qeyd edirəm 13-ün 12-yə. Buradan daxil oluruq evin içinə. Dəhlizinə baxın bir dənə genişliyinə. Gördüyünüz kimi dəhlizi rahat 2.50 buradandır. Yəni hələ bu hissəsi 2.50-dir. Evin tavanları rahat 3 metrdir. 3 metrdən dələ 3-10-a dolar. Girən kimi sağ tərəfdə 4-ün 4-ə 16 kvadratlıq mətbəx. Mətbəx mebellərindən kombi bütün evləri olduğu kimi evin üstündə qalır. Bunu nəzərinizə çatdırın. Solda 35 kvadratlıq zal. Hər evdə belə 35 kvadratlıq belə kürsülüyü 4 otaqlı evlərdə yoxdur belə 35 kvadratlıq. 7-nin neçəyədir bura? 5,6-ya. 5,6-ya. Hə, 35-dən 32 kvadratda belə deyək. 5,6-ya. Yəni, həqiqətən çox genişdir. Sanuzel göstərək. Ayrı, yəni sanitar qovşağı ayrıdır gördüyünüz kimi. Təmiri vəziyyətli, səliqəli evdir həqiqətən. Ev sahibi özünə şəxsi inşa elətdirdiyi üçün hər şey yüksək səviyyədə istifoldu içində. Yəni, əqaltlarda istifoldu. Burada hamamıdır, duş kabinası zaten hamısı qaydasında. Gördüyünüz kimi də təmir gözəl, səliqəli vəziyyətdədir. Burada bir, 4-ün 3-ə 12 kvadratlıq bir uşaq otağıdır. Görürsünüz, hörmətli izləyicilər, ev həqiqətən səliqəli, təmirli bir evdir. Dəhlizinə baxın bir dənə, genişliyinə baxın evin içinə, hörmətli izləyicilər. Hər şey gözəl səviyyəli. Adamın evə girəndə belə ürək açılır, ha. Burada bir yenə də 4-ün 3-ə 12 kvadratlıq. Gördüyünüz ki, pəncərələrinə tam rahat, işıq düşür, evin havasında dəyişmək uyğundur, havalanmaya tam uyğundur. Keçirik buradan, burada da bir geniş yataq otağı. Baxın, burada 4-ün 5.50-yə, 20-22 kvadratdan çoxdur da, yəni belə deyək, 20-22 kvadratdır. Hörmətli izləyicilər, ev haqqında bütün məlumatlarını sizə çatdırdım, yəni ətraflı məlumat verdim. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. TikTokda, YouTube'da, Instagramda Seçal Əmlak səhifəsinə daxil olursa, orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Sənədi, bələdiyyə sənədidir, 2006-nın qərarıdır, yəni küçəyə gedən sənəddir. Qaz, su, işıq, kanalizasiya hamısı mərkəzi xətdir, yəni hamısı qaydasındadır. Bunları da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bax, evin yəni keyfiyyətinə, həyətinə, tikişinə, yəni genişliyinə söhbət ola bilməz. O 2 mərtəbəli 4 otaqlı evlərdən qat-qat ilə bu ondan gözəl evlərdir. Yəni bunu nəzərinizə çatdırım. Keyfiyyəti də ev sahibi deyil. Yəni özüm
Artifisiya ki, yəni evin tikişdə problem ola bilməz. Nə çatı yox, nə bir şey yox. Ev tam səliqəli, səmanlı evdir. Qiymət də 162 min start qiymətdir. Bu nəzərinizə çatdırım. Real alıcı olsa endirimi birbaşa sahibindən görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.